Allah rəhmət eləsin. Əyləşin. Şagirdlər, məktəblər, valideynlər, bu günlərin çox mühüm, ciddi bir mərasimə toplaşmışıq. Mən əvvəla bir müharibə iştirakçısı kimi 6 ay tank döyüşündə olmuşam. Xocalıya ilk dəfə Azərbaycanın milli bayrağı bizim dəstə sandı, universitet tələbələri. Və Lətifət xanımı təbrik edirəm, yəni bu əziyyətə görə təbrik edirəm. Amma elə bir faciəyə yığışmışıq ki, onun il dönümünə yığışmışıq ki, elə intiqam buradan başlanır. Düşmənə qarşı intiqam, sizin səngəriz buradır. Sağ olun, 51 nömrəli məktəb, Lətifət xanım başda olmaqla hamısına belə təşəkkürümü bildirirəm və Royal bəyə təşəkkürümü bildirirəm. Gənc istedadlı bir ziyalımız, aktyorumuz, rejissorumuz. Halal olsun onlara. Mən bir də üzr istəyirəm bu kollektivətdən ki, mən sizə texniki kömək göstərə bilmədim. Xocalı unudulmamalı, yəni bir hadisədir, soyqırımdır və dünyanın müxtəlif yerlərində əks fikirlər hər zaman var. Bu yaxınlarda bəzi əks fikir yazılar, bizdən də yazanlar olur, kənardan da yazanlar olur. Amma biz unutmamalıyıq, biz hər zaman bilməliyik ki, bu bizim Xocalı soyqırımını dünyaya tanıtma, ədalət istəmə, ədalət kampaniyasının özü belə bizim haqq işimizdir. Biz bu haqq işimizi həm buradakı bu gənclər, yeniyetmələr olmaqla, həm onların rəhbərləri olmaqla biz bunu davam etdirməliyik. Bu iş də, burada gördüyümüz, görəcəyimiz iş də onun bir parçasıdır və inanıram ki, bu burada qalmayacaq. Burada qalmayacaq, Azərbaycanın birçok yerlərinə yayılmış olacaq. Mən qeyd etmək istəyirəm ki, əgər razılıq olmuş olsa, biz Ağsu rayonu icra hakimiyyəti ilə danışmışıq. Ağsuda həmin bu tamaşanı böyük auditoriya, 300 nəfərlik bir auditoriyanın qarşısında 26 fevral günü təqdim eləmək istəyirik. İnşallah mən inanıram ki, buna bir razılıq da olar. Və qeyd eləmək istəyirəm ki, Miras Mədəni İrsin Öyrənilməsindən Kömək İctimai Birliyi YouTube-dan hər birinizin baxa biləcəyiniz bir film hazırlayıb, Xocalı vaxtı filmi. Niyə Xocalı deyə biz özümüzə sual qoyduq və qeyd elədik ki, bəli, Xocalı tarixinə görə, Xocalı mədəni irsinə görə, Xocalı oradakı maddi mədəniyyət abidələrinə görə də bir hədəf idi.
çok qəribə bir yuxu gördüm. Bəlkə də niyə də gördüyüm yuxu anam maraqlısı buydu. Xeyli olsa valla, yuxu nə görsəkdir? Gördüm ki, göy üzünü qara bulutlar bilir. Ay güneş görsənmir. Mən sən nəfəsimi çəkmədən göy üzünə baxıb bunun nə olduğunu anlamadım. Amma nə qədər baxdımsa, bunun nə olduğunu başa düşürmür. Ay o, yuxunu həmişə elə yozalım. Sən naxarını ilə hər qaranlıq gecəni bir işıqlı gündüzü var. Okuduğum Kur'an kitabı, bak o da onlara qənim olacaq inşallah. Ana, haklısın. Mən də Kur'an'ı oxudukca elə bir gözlərimi işıq gəlir. Güzmənə də, ən başlıqla sizə harada haksızlıq görürəmsə qəzəblənirəm. Ay yox o, Qanaldım, çox fikirləmə. Öpün yaşlı deyirsən ki, onsuz da hamı elədiyi əməllərinə görə bu dünyada olmasa da, o bir dünyada mütləq cavab verməli olacaq. O ağaçların budaqlarındakı daha kesilmiş meyvələr var ha. Bax, onlar gəlib yiyərdir. Əgər bu yerdən bərmənlər sərsən var. Və sənin qanın olsaydı, niyə yiyərdin? Mənim qanım. Ha, sənin qanların. Mənim qanlarım olsaydı, o qədər yüksəklərə qalxardım ki, vətənimizin, yurdumuzun hər bir ülkəsini görə bilir. Arad və Kür sayının necə doğrultuğuna seyr edərdim. Amma ən başlıqla sizə, düşmən taxtağı altında qalmış torpaqlarımızın üzərindən çıxardım. Buyur, bax sən oraları görməmişsən. Oraları nəyə sözdən cəlb edir artıq? Bilirsən, Fəqan, nə? oraların sünkər gözəlliyi haqqında yaşlı adamlarımızla belə danışıblar ki, adam lap oraya canıtmaq istəyir. Kim bilir, görəsən neçə illərdən bəri düşmən taxtağı altında qalmış torpaqlarımızın gözəlliyini əsər alamətdə qalmış. Bari, düşmənlər hər yandırıyıblar ki, yalnız kəndləri aşağı şəndəqələrini dağıdırlar. Yəqin ki, oraları gözəli saxlamış olar da, sən danışsan. Fəqan, sən də söz danışdın da, torpaqlarımız düşmən taxtağı altında gözəl görünməz. Bir evdə ki, bir obada ki, badalarımızdan üstü çıxmır. Küsələrimizin uşaqların şən gülüşlərini səs eşitilmir. Həyətlərimizin itlərin yürüşməsini səs gəlmir. Axı o el oba necə gözəl görünür? Bari, yaxşı, sinfi olarsan, bir ev olar qarşıda. Gedək gəlirsən, ürəyin asılar. Hoş geldin məktəbə. Hoş geldin, hoş geldin. Əldə olan tanışalım. Bu gözəl qızın adı Dönçədir. Tanış olduğumuza sevinirik. Özü tərk etmədi. Dönə dedi ki, siz bir gündən qalıram. 85 ildir biz bu evdə yaşayırıq. Bir illərdir babalarım da burada olmuşsuzlar. İndi Qaraçıdan dönməz atıdırıb bir qrup erməninin qarşısında qaçmalıyam. Beləliklə o evdə qaldı. Erməni əskərləri həyətə soxuldular. Evimizin pilləkənləri ilə ikinci mərtəbəyə qalxdılar. Babamla uçadan danışdılar, düşdük. Bir neçə güllə səsi eşidildi və araya bir çıxdı. Anam ise bizim ağzımızı bək-bək tutmuşdu ki, qışqırıb eləsək düşmənlər səsimizi eşitməsinlər. Sizin başqa çarəniz yoxdur. Gərək qaranlığın düşməsini gözləyək. Elə biz deyiləksik. Gecələrdən sonra düşmənlərin sakitləşdiyini görüb gizləndiyimiz yerdən çıxaraq bağımızın ayağındakı üzümlüyü açdıq. Çinində 11-20 kilometrlik məsafəni dayanmadan qaça-qaça qət edir. Ən əsası isə qorxun olduğunu bilmir. Onda mən ikinci fikrimi görə dedirəm. Axı heç vaxt nədənsə bezmiş adam bu cür hərəkət etməz. Bilirsən, mən hərbi xidmətə səndən 6 ay əvvəl gəldim. Bəzən şəhərdə, rayonda deyilənlərlə cəbhədəki reallıqlar bir-birindən çox fərqlidir. Yəqin əskər komanda münasibətlərini nəzərdə tutursan.
Bilirəm. Qara qonaq, sizlərdə bir icra seçin. Burada beraber qalın, haqqında. Sizə geçmək istəyir. Bunları? Ha, yazmaq istiyorum. Sağ olun, gəlsən istiyorum. Kesin, buyurun. Kesin, hoş geldin. Ha, buyur. Düzdür, düzdür. Sizin kəsən işıqlandığınız məsələlər sayəsində xalqımız, millətimiz cəbhədəki olan vəziyyətlə yaxından tanış olur. Altında qalmasına nə səbrin qalıb, nə də ki gözünün. Bütün arzunu gözləməkdənsə, laf gözünün kökü saralır. Cənab Vizir, olar mısın sadəcə mübarizəsini müraciət edir? Əlbəttə, bu daha yaxşıdır. Mübarizəsindən sənin barəndə o söz tanımlamaq istəyirəm. Biz həyatımızda hədisəd olmağına baxmayaraq, döyüş dostların, əskər və zabitlər sənin barəndə yalnız spor sözlər söyləyirlər. Bilirsən, bu da mənim bir yazar kimi çox qədər. Mən sadəcə özlərimə düşən vəzifəni yerinə verirəm. Həm də ürəkdən, böyük inanma yerinə verirəm. Mübariz dostların səni son zamanlar kədərli, qəzəbli görürlər. İstirahət vaxtlarında isə yalnız sənin vaxtlara uğramışsın. Sanki Atatürk'ün bir səfərdə. Son aylar yuxum lap ərşə çəkdi. Vaxtilə orta məktəbə bitirən zaman tanış olduğum məzmunlu köçkün bir qız düşmə girdi. O çox gözəl idi. Mən ondan soruşanda ki, bu qədər gözəllik səndə hardandır? Deyərdi ki, 8 səmərli meşələrdə boya başa çatmışam. Buz bulaqlardan su içmişəm və ən başlıca sizə ən gözəl nemətlərlə qidalanmışam. Tez olduğu gibi mübarizənin xəbər var mı? Cənab Qalan, iyunun 18-də gecə saat 23:30 radələrində düşmən hücumunu dəf edərkən şiddətli döyüş başlanmışdır. Bu zaman gizli mübariz İbrahimov döyüşçülərinə səngərdə qalmağa əmr edərək mina zonasını keçmiş və düşməni təqib etməyə başlamışdır. Bu anlaşılmaz qəhrəmanlıq və şücaət göstərərək düşmən postunu məhv etmiş və sürətlə manevr edərək onların kazarmalarını partlatmışdır. Çaşqın düşmən onların köməyinə gələn öz qüvvələri ilə vuruşmuşdur və nəticədə üzərində 9 erməni əskər və zabit məhv edilmişdir. Mənim mübariz maraqlandı. Onun barəsində bir şeyler de bildiniz. Dünən gecə saatlarına keçərək bir dillərə keçirə bildik. Bu etiraf və təsdiq etdi ki, Azərbaycanlı gizir 6 saata yaxın döyüşmüş, hətta düşmənin həyəcan siqnalı ilə ayağa qaldırılmış mina atım bateriyasını şəxsi həyətli Beykoz revmati ilə bitərək məhv etmişdir. Sonra isə Sonra ne oldu? mübariz çoxlu güllə yarası aldıqdan sonra şəhid düşmüşdür. Cənazəsi bir tərəf zonaya yaxın. Şəhid sniperlərini nəzərə Sahiblarla onun cənazəsinə yaxın düşə bilməyiblər. Onsuz da erməni təfəvvütgərin öz pasiyanı öyrəşib də, hələ oraya bu da azdır. Hətta iş o yerə çatıb ki, Ermənistan silahlı qüvvələrinin 2 generalının və 6 polkovnikinin vagonları çıxarılaraq qəzalandırılmışdır. Bu azmış kimi İrəvandan Kreml rəhbərliyinə zəng verərək bildirirlər ki, bu Azərbaycan ordusunun ştab oru, yəni sadə dizə desək 730 nəfərdən çox döyüşçüsü zəfəni keçərək ildırımlı sürətlə əməliyyat aparmışdır. Ölümcül savaşına getməzdən və yazdığı məktub. Qulaq asın görək nədir? Canım, anam və anam, məndən sarı darıqma. İnşallah cənnətdə görüşərik. Mənim üçün bol-bol dua et. Vətənin dar günündə artıq ürəyim dözmür. Allah'a xatir bunu etməliyim. Ən azından ürəyim sərinliyi tapar. Şəhid olanda deyim, bu şərəfsizlərin üzərində gələcəm. Şəhid olsam ağlamıyorum. Əksinə, sevinim ki, o mərtəbəyə yüksəldim. Allah'ın ibadətimizi dərin yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyim. Allah böyükdür, vətən sağ olsun. Oğlunuz mübariz. Haqqınızı halal edin. Çox sağ olun ki, bu cür əsl ibarədə nümayiş etdirirsiniz. Amma yuxarıda heç bir xəbər olmadan biz heç bir hərəkət edə bilmərik.
bircə damla qanımda. Sızlamışıq, saralmışıq mübarək